Bağışlayan və mehriban Allahın adı ilə. Allahın salamı olsun bizi izləyən hər bir izləyicimizə. Haqqın nəbzi verilişi öz aktual mövzuları ilə yenə də sizin xidmətinizdədir. Bugünkü mövzumuz İslam və gənclikdir. Bugünkü mövzumuzla bağlı öz fikirlərini bizimlə bölüşmək üçün qonağımız ilahiyyatçı Alim Mustafayevdir. Qonağımızı salamlayıram, xoş gəlmisiniz Alim bəy. Və ilk sual Alim bəy istərdim bu sualı verim ki, İslamın gəncliyə ümumi baxışı. Söhbətə başlamamışdan öncə bütün tamaşaçıları və sizi salamlayıram. Aleykəssalam. Cəmiyyətimizin ən güclü və ən fəaliyyətli təbəqəsini təşkil edən sözsüz ki, cavanlardır. Və sual da həqiqətən çox gözəl bir sualdır ki, İslamın nəzəri cavanlara necədir? İslam cavanı necə görmək istəyir? Gəncliyi necə görmək istəyir? İstər İslam olsun, istər biz olaq, dünya olsun. Bugün dünyada hər hansısa bir fəaliyyəti icra eləyərkən, hansısa bir planı irəli sürərkən gənclərdən daha çox istifadə edir. Əgər bu dünyada olan bəşərin fikirləridirsə, bəşər bunu dərk edə bilirsə, bu fikri insana əta eləyən sözsüz ki, onun Rəbbi olan, pərverdigarı olan Allahdır. Deməli, bizdə nə varsa bizdən öncə Allahda var. Allahda var ki, bunu bizə əta eləyib. Dərk edə biliriksə, cavanlardan daha səmərəli istifadə eləmək olar cəmiyyətdə. Allah bunu sözsüz ki, bizdən yaxşı dərk eləyir. Allahın elmi fövqəl elmdir, elmlərin ən yüksəyidir, sonsuz hətta düşünməsi mümkün olmayana qədər Allahın elmi həmin nöqtələrə işləyir və bu din də, İslam da Allahın dinidir. İslam Allahın İslamıdır. Əhl-i Beyt əleyhimussalam və Ağa Rəsulullah sallallahu aleyhi və səlləm də həmin Allahın rəsuludur. Əhl-i Beyt əleyhimussalam da Peyğəmbərin övladları və canişini, qardaşı və öz övladının həyat yoldaşı Əli əleyhissalam və qalanları da Peyğəmbər sallallahu aleyhi və səlləmin övladlarıdır. Bunlar bizim yer üzündə olan Allahın höccəti və Allahın nümayəndələridirlər. Və bunlar, yəni İslam, İslam yəni bunlar. Bunlarsız İslam yoxdur, İslamsız da bunlar yoxdur. Yəni bunlar bir-birini tamamlayan bir yer üzündə olan bəşərdirlər. Vücudumuz bunlara fəda olsun. Bunlar bizim hidayət çırağımızdır, nizat gəmimizdir. Deməli, Əhl-i Beyt əleyhimussalam və İslam sözsüz ki, bizim dərk elədiyimizdən də artıq dərk eləyir. Çünki bu dərki bizə Allah verib, Allah da yer üzündə olan höccətinə sözsüz ki, bunların hamısını biz fikirləşməmişdən qabaq bunların hamısını deyib ki, cavandan necə istifadə eləmək lazımdır, cavana necə dəyər vermək lazımdır. Məsələn, Əhl-i Beyt əleyhimussalamdan, İmam Əli əleyhissalamdan o Nur silsiləsinin ilk imamı olan Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam ki, ruhi və ərvahul aləmin əlləhul fida, ruhumuz və bütün aləmlərin ruhları fəda olsun onun mübarək vücuduna, ruhuna belə buyurur. İnnəmə qəlbul əhdafi kəl-ərzil xaliyyəti. Baxın, görün, Əhl-i Beyt əleyhimussalamın sözündə qısa bir kəlamdır, nə qədər dərinlik var. Adam düşündükcə, insan düşündükcə heyrətdə qalır. İnnəmə qəlbul əhdasi kəl-ərzil xaliyyə. Həqiqətən cavanların qəlbi boş torpaq kimidir. Boş torpağa bənzətməkdə niyə məqsəd nədir? Əhl-i Beyt əleyhimussalamın kəlamı Allahın kəlamının bəyanı deməkdir. Bunların kəlamı heç də Allahın kəlamından qıraq bir kəlam deyil. Allah Peyğəmbər sallallahu aleyhi və səlləmin barəsində bu kəlməni buyurub ki, "Ma yantiqu anil hava in huwa illa vahyun yuha." Peyğəmbər sallallahu aleyhi və səlləm hava və həvəs üzündən danışmaz və hər nə danışdısa Allahın vəhyidir. İstəyirdim bu hədisin üzərində həmin nöqtəyə diqqət eləyək ki, niyə yerə oxşatdı? Niyə boş torpağa oxşatdı? İndi bunların hamısının izahında bihövli qüvvə-i ilahi imkanımız olan həddə izah verəcəyik. İnnəmə qəlbul əhdası kəl ərzil xaliyə.
həqiqətən cavanların qəlbi boş torpaq kimidir. Niyə görə boş torpağa bənzətdi? Ma ulqiyə fiha min şeyin qabiləthu. O boş torpağa necə hansı toxumu əkərsən, nə əkərsən, tez onu qəbul eləyər. Bu cavanlarımızın hamısı boş torpaqlar kimidir, dinc torpaqlar kimidir, əkinə yararlı torpaqlar kimidir. Bu cavanlardan düzgün və səmərəli istifadə eləmək lazımdır. İslamın bu cavanlara baxışı budur. Əhl-i Beyt əleyhissalamın bu cavanlara baxışı budur ki, bu cavanların hamısı, yəni necə deyim, necə hər hansısa bir şeyi xam materialdan düzəldirlər, cəmiyyətimizin inkişafı üçün, dünyamızın gülüstana çevrilməsi üçün gənc nəsildən səmərəli istifadə etmək lazımdır, səmərəli istifadə olunmalıdır gənc nəsildən və İslam da buna dəyər verir. Minnətdarıq və növbəti sual, müasir gənclik və İslam. İslam belə bir məfhumdur ki, İslam bayaqki söhbətdən kömək alaraq bu sözə bir izah gətirək. İslam belə bir dindir ki, dedik Allah tərəfindəndir. Müdəbbiri vahid. Vahid olan müdəbbir, tədbir sahibinin dünyasıdır. Hədis-i şərifdə belə buyurur ki, La təqsiru əvladakum əla adabikum. Sadəcə biz bunu deyək, hədisdən qabaq bunu qeyd edeyim ki, bizim bir İslam deyilən məfhumumuz var. Bir də milli mədəniyyət deyilən məfhumumuz var. Milli mədəniyyət budur ki, məsələn, mümkündür bizim elə bir adət-ənənəmiz olsun, özümüzün şəxsi ad günlərimiz həram ki, deyir. Toplaşırsan, yeyirsən, içirsən, həram deyir. Ən azı mübah bir əməldir. Əgər orada həram iş baş verməsə, mübah bir əməldir. Amma şəriətdə, dində belə bir şey yoxdur ki, bir kəs özü üçün ad günü keçirdə. Bu kimi şeylərə cəmiyyətin özünün adət-ənənəsi kimi bir söz deyirlər. Yəni, bu cəmiyyətin şəxsi adət-ənənəsidir. Məsələn, toyun cürbəcür keyfiyyətdə keçirilməsi, hər hansısa bir yas mərasimlərinin hər zonada görürsən bir cür keçirilməsi, bunlar bir növ adətlərdir, rəsmlər, ənənələrdir. Bunlar öz yerində bəzilərin din təsdiq eləyir, bəzilərin təsdiq eləmir, həram buyurur, bəzilərində bir təfavüt yanaşır. Yəni, mübah bir əməldir, eləsən də özün bilərsən, eləməsən də özün bilərsən. Amma İslam deyilən bir şey tamam ayrı şeydir. İslam Allahın bir sıra qanunlarıdır. Hər nəyi əmr eləyib, onu icra elə, hər nəyi nəhy eləyib, onu tərk elə. Və bu hər bir zamanda cəmiyyətdə öz təsirini göstərir. Amma o ki, şəxsi ənənələrdir, həmin şəxsi ənənələrdə buyurur ki, La təqsiru əvladakum əla adabikum. Öz övladlarınızı, öz adət-ənənələrinizə vadar eləməyin. Vadar eləməyin. Fəinnəhum məxluqunə li zamanin qeyri zamanin. Çünki onlar bir zamanda yaşayırlar ki, sizin zamanınızdan qeyri bir zamandadılar. Yəni, onların sizin zamanla uyğunluğu yoxdur. Bu hədis bizə onu demir ki, əgər cavan nəsillə keçmiş nəslin zaman fərqi varsa, elə İslamında da fərq var. Xeyr, bu belə deyil. Bu adət-ənənələrə işarə eləyir. Yəni, qədim dövrdə biri yolda dünyasını dəyişərdisə, cənazə yıxılıb ortada qalardısa, gətirərmişlər, onun sinəsinin üstünə pul atarmışlar, keçərmişlər. Məsələn, indi o adət-ənənə yoxdur, götürülüb. Yəni, hər kəs o pulu atarmış, işarə buymuş ki, axırda hər kəs bu cənazəni götürüb harasa aparacaqsa, kimsə tanıyacaqsa, həmin pulu toplasın, bu cənazəni həmin pulla aparıb harasa çatdıra bilsin, sahibinə çatdıra bilsin. O da bir növ kömək idi. Bunlar adət-ənənələrdə ərz elədim. Bəzilərini İslam bəyənir, təsdiq eləyir, bəzilərini bəyənmir, haram buyurur, bəzilərində bir təfavüt yanaşır, deyir, yeyin üçün ancaq haram eləməyin. İsraf eləməyin. Kulu və şirəbu və la tusrifu. Bu kimi şeylər. Amma o ki, İslam deyilən şey var, İslamın zamana heç bir aidiyyatı yoxdur. İslam ibtidadan intihaya qədər nəsl-i sərih-i Qur'ana əsasən Qur'an cavab verməlidir bəşəriyyətə. Bütün zamanlarda cavab verməlidir. Çünki bu müdəbbir olan Allahın kəlamıdır, hər bir zamana cavab verməlidir. Bəs Alim bəy, İslamın təbliğində gənclərin rolu nə səviyyədədir? Müasir dövrümüz.
İslamın təbliğində gənclərin rolu bayaqdan təqribən buna cavab olmasa da, təqribən buna oxşar sözlər çox danışdıq. İslamın təbliğində elə əsas da cavanlardan istifadə olunur da. Biz cavanlardan düzgün istifadə eləməyi bacarmalıyıq. Cavanlardan əgər biz düzgün istifadə eləməsək, başqaları onları çəkəcəklər ayrı yollara. Necə ki, bugün qulağımıza dəyir, eşidirik, cavanlarımızı cürbəcür firqələr çəkirlər ayrı-ayrı yollara. O cavan ki, onu bizim analarımız, bizim bacılarımız yetişdirib, zəhmətin çəkib, vətənimizə xidmət eləyə, xalqımıza xidmət eləyə, təəssüf ki, görürsən, onlar çəkilib ayrı-ayrı fikirlərə, ayrı-ayrı firqələrə qoşulurlar, müxtəlif fikirlərlə tərbiyələnirlər, İslam fikirlərindən uzaqlaşdırırlar İslam adı ilə. Zülüm burasıdır. Bunların qarşısını almaq üçün ilk öncə bizim valideynlərimizin boynunda böyük bir məsuliyyət var. Valideynlərimiz, necə ki, bayaq ərz elədim xidmətinizə ki, beşikdən tərbiyə başlayır. Uşaq ki, evdən bayıra çıxmaq vaxtı gəlib çatandan sonra o digərləri ilə rastlaşır, görüşür, ünsiyyətdə olur. Həmin ünsiyyət zamanı da valideynin tərbiyə mərhələsi dəyişir. Bu vaxta qədər uşaq ki, evdən bayıra çıxmırdı. Mühit öz sözünü deyir. Bəli. Bayıra çıxmırdı, tərbiyə metodu bir ayrı cür idi. Elə ki, bayıra çıxdı, cəmiyyətlə, hər hansısa bir qruplarla ünsiyyətdə oldusa, valideynin tərbiyə metodu tamam ayrı cür olmalıdır. Maraqlanmalıdır, internetə gedir, nə işlə məşğul olur, kimlərlə dostluq eləyir, hansı səfərdədir, evə niyə gec gəldi, hardaydı, hesab kitab aparılmalıdır. Nəinki əxlaqi normalara riayət etməyərək, əxlaqi normalara riayət eləyərək, övladın hörmətin, ehtiramın gətirərək, möhtərəmanə, gülər üzlə, təbəssümlə, övladım, bu saatda hardaydın, kimlərlə oturmuşdun, övladla maraqlanmaq lazımdır, kimdən oturur, kimdən durur, hara gedir, zehnində hansı fikirlər keçir, övladın vaxtında maariflənməsi ilə məşğul olmalıdır, duayı təvəssül, duayı kumeyl, ziyarət-i aşura, namaz, oruc, dəstəmaz, nəcasət, paklıq, bu kimi şeyləri övlada vaxtında öyrətməlidir. Əgər o zehin boş qaldısa, boş qalan yeri ayrıları doldurar. Sən onu vaxtında doldurmasın, ayrıları onu doldurar. Amma bir fərqi var ki, ayrıları doldursa oranı zirzibillə dolduracaq. Sən əgər məarif-i əhl-i beytlə oranı doldurmasın, zirzibillə dolacaq. Və o da o gəncin məhvinə səbəb oldu. Gəncin məhvinə səbəb oldu. Sabah görəsən ki, cürbəcür lazım olmayan xəstəliklərə düşüb, ağla gəlməz bəlalara, xəstəliklərə düşər olur. Bu kimi hallarla, hadisələrlə qarşılaşmamaq üçün və Allahın yolunda, Allahın dinində, Əhl-i Beytin yolunda düzgün fəaliyyət göstərmək üçün, həm öz dünyasını və axirətin bərpa eləmək üçün övladın tərbiyəsi ilə məşğul olmaq lazımdır. Burada valideynlərin boynunda çox böyük məsuliyyət düşür, valideynlərdən çox böyük məsuliyyət tələb olunur və o övladlar ki, valideyndən düzgün tərbiyə aldılar, bəli, həmin övladın indi cəmiyyətdə rolu nədir? Cəmiyyətdə həmin övladdan çox səmərəli istifadə eləmək olar. Bir övlad ki, əhl-i ziyarət-i aşuradır, əhl-i ziyarət-i, əhl-i duayı kumeldir, duayı təvəssüldür, əzadarlıqlarda görünər, məscidlərdə görünər, tərbiyəli, əxlaqlı, cəmiyyətdə salamı ilə, kəlamı ilə, davranışı ilə fərqlənən bir cavan sözsüz ki, gedib oğurluq eləməyəcək, sözsüz ki, yalan danışmayacaq, birinin namusuna lətmə gətirməyəcək. Deməli, bunlar hazır kadrlardılar ki, cəmiyyətdə ən səmərəli bir dənə, necə deyərlər, təbəqə, ən səmərəli bir təbəqə ki, yəni burax cəmiyyətin içərisinə hara getdilər, nur kimi nur saçacaqlar. Day nəinki birinin damına daş atalar, birinin namusuna təcavüz eləyirlər, birinin qapısını yaralar. Bu kimi şeylər hamısı İslamdan uzaq düşməkdən irəli gəlir. Bax, mən sual eləyirəm, deyin görüm, qıfıla nə ehtiyac var? Deyin görüm, mən harasa gedirəmsə qapını kilitləməyə nə ehtiyac var? Bunlar hamısı İslamdan qıraq düşmək, İslamdan uzaq düşməkdən irəli gəlir. İslam deyib oğurluq eləmə. Əgər hamı İslama əməl eləsəydi, dünya gülüstan olardı. Heç qapımızı kilitləməzdik. Bu həm israfdır, bir nəfər orada zəhmət çəkir, qıfıl düzəldir, bir nəfər də öz qazandığı puldan bir məbləğ ayırır, evə qıfıl alır. Baxıb görürsən ki, bunlara ehtiyac yox idi. Deməli, bundan sübut olunur ki,
cəmiyyətimizin geri qalması İslama əməl eləməməyindən irəli gəlir. Bəs İslamda gənclər istirahət vaxtlarını necə keçirməlidirlər? Nəinki gənclər, istər qocalar, istər cavanlar, hamımıza Allah ömür olsun, vaxt olsun, zaman olsun, övlad olsun, hər bir nemət ki bizə Allah əta eləyib, onun müqabilində sözsüz ki bizdən sual olunacaq. Ömrünüzü nəyə sərf elədiniz, vaxtınızı nəyə sərf elədiniz? Adi məsələn görürsən biri ilə telefonla danışanda öz telefonunda olan etibara qənaət eləyirsən. Biraz istəyirsən ki, tez yekunlaşdırasan ki, söhbəti o etibarın çox istifadə olunmasın. Niyə görə ömrümüz daha dəyərlidir? Çünki bu ömürlə mən eləyə bilərəm dünya və axirət səadətini əldə eləyim. Dünyada nə cür, axirətdə nə cür? Dünyada o cür ki, bir cavan ki, orada-burada, küçə kənarında, hansısa bir dükan qarşısında, hansısa bir lazım olmayan qeyri-dini mərasimdə həm günah eləyir, həm qeybət eləyir, həm də ki, lazım olmayan söz-söhbətlə məşğul olur, bundan da əlavə öz dünyəvi işlərindən geri qalır. Yəni, bir sıra işlər, planlar həyata keçirtməliydi, onlarla məşğul ola bilərdi, həmin planlarından geri qalır. Digər cavanlar qazanc dalıcan gedib, o isə toplaşıb, kimlərlənsə deyib, gülür boş-boşuna. Məsələn, əgər toplaşsalar, Allah kəlamından söhbət eləsələr, bu bir tamam başqa. Mənim ona heç bir sözüm olmaz. Deyib, gülüb, hansısa kiminsə dalıcan lazım olmayan söhbətləri danışsalar, sözsüz ki, İslam bunu bəyənmir və bunun müqabilində sorğu-sual olunacaq. Necə ki, hədis-i şərifdə İmam Sadiq əleyhissalam buyurur ki, Yus'əlul meyyitu fi qəbrihi ən xəmsin. Meyyit öz qəbrində 5 dənə şeydən sorğu-sual olunacaq. O 5 şey nədir? Ən salatihi, namazından sual olunacaq, ən zəkatihi, zəkatından sual olunacaq, və ən həccihi, həccindən sual olunacaq, və ən siyamihi, onun orucundan sual olunacaq, və axırıncısı və ən mühümmi və vilayətihi iyyana, bizə olan vilayətindən sual olunacaq. İndi qulaq asın, çox qəribə hədisdir. Və vilayətihi iyyana əhləl beyt. Biz əhl-i beytinin vilayətindən ondan sual olunacaq. Və təqulul vilayətu ən canibil qəbri lil ərba. Deyir, vilayət Allahın hökmü ilə canlanacaq və qəbrin bir güşəsindən sual eləyəcək. Belə deyəcək. Ma dəxələ fikunna min nəqsin fəaləyyə təmamuhu. Sizin dördüzdə hər nə nöqsan varsa, onların bütün nöqsanlarını tamamlamaq mənim öhdəmədir. Yəni, mən bugün cavanlara ayaq yeri vermirəm. Getsinlər hər yerdə, hər işlə məşğul olsunlar, vaxtlarını tələf eləsinlər. Yox, bu söz onlara ürəkdirək verməsin. Əvvəla, hər bir şeydən, hər bir nemətdən sorğu-sual olunacaq. Tələb olunacaq, ömrü nəyə sərf elədin, malı nəyə sərf elədin və bu kimi suallar olunacaq. Bunların da qarşısında elə bilməsinlər ki, cavab vermək çox asandır. Yox. Bilmək də olmaz Əhl-i Beyt əleyhimussalamın məhəbbəti, vilayəti hansı mərhələdə gəlib bizim dadımıza yetəcək? Və Əhl-i Beyt məhəbbəti gələnə qədər hansı xəcalətlərlə, hansı çətinliklərlə üzləşəcəyik? Düzdür, çox da Əhl-i Beyt əleyhimussalamın vilayəti, məhəbbəti bizə ürəkdirək verir. Bizim əlimizdən bir gün yapışacaq. Amma bu o demək deyil ki, biz boş tutaq özümüzü. Əhl-i Beytin məhəbbəti bəlkə biraz gec gəldi.
o törətdiyimiz əməllər səbəb oldu ki, o məhəbbət biraz yolda ləngidi. O zaman bizim işimiz çox çətin olar. Ruzi qiyamətdə bir dənə qonşu haqqı, yaxud digər bir müminin haqqı neçə min illər rivayətdə var ki, səni hansısa bir mərhələdə gözlətdirər, saxlayar. Oranın da zamanı buranın zamanı ilə ölçülmür. Necə ki, gözəlləri buranın gözəli ilə uyğun deyir və əzabı buranın əzabı ilə, odu buranın odu ilə uyğun deyir. Zamanı da buranın zamanı ilə müqayisə olunması bir zaman deyir. Neçə min il məni bir yerdə saxlasalar, elə daha bəsimdir də. İstəyirəm deyəm ki, hər nə iş görüblərsə bu vaxta qədər, nəinki bundan sonra gedib eləsinlər, bu vaxta qədər nə iş görüblərsə qəmgin olmasınlar. Əgər onlarda bir dənə Əhl-i Beyt məhəbbəti, Əhl-i Beyt vilayəti varsa, nigaran olmasınlar. O keçmişdə olan nöqsanlarının hamısını Əhl-i Beyt əleyhissalamın inşallah Taala məhəbbəti, məvəddəti, Əhl-i Beyt vilayəti onu tamamlayacaq. Və Əhl-i Beytin vilayəti o biri dördləniyə deyəcək ki, sizdə əgər nöqsanlar varsa, o nöqsanları mən tamamlayacağam. Və son olaraq belə bir sual ünvanlamaq istərdim ki, ruhun gənc qalması üçün nə etmək lazımdır? Ruhun gənc qalması üçün sözsüz ki, əla bi zikrillahi tətməinnul qulub. Agah olun ki, Allahın zikri ilə qəlblər aramış tapar. Qəlbdəki insanın ruhudur. İnsan ruhun inkişaf elətdirmək üçün dualarla, münacatla, ibadətlə ən başlıca qiraətul Qur'an. Aleykum bil qiraətil Qur'an. Qur'an özü deyir, əla bi zikrillahi tətməinnul qulub. Allahın zikri ilə qəlblər aramış tapar, rahatlıq tapar. Rahat olan qəlb sözsüz ki, cavan qalar. Ruhi, mənəvi rahatçılıq tapan qəlb cavan qalar. Ruh cavan qalarsa bədənə təsiri var. Bədən də cavan qalar, şadab qalar. Üləmalarımızı, alimlərimizi burada misal vura bilərik. Görün, üləmalarımız, alimlərimiz əlhəmdülillah qoca yaşda elə danışırlar, hətta qoca çağlarında mütaliə belə eləməyə ərinmirlər. Mən çox yaşlıları görürəm, 50 yaşında yerindən qalxmaq istəmir. Ancaq bizim mərcə təqlidlərimiz, alimlərimiz saç ağarıb, saqqal ağarıb, qoca yaşında görürsən yerindən özü qalxır, mütaliə eləyir. O ruhun cavanlığından irəli gəlir. Ruh mənəviyyatla, Əhl-i Beyt məhəbbəti ilə, Qur'an tilavəti ilə, dualarla o qədər əlaqədə olub, ruh o qədər mənəvi cəhətdən kef eləyib, inkişaf eləyib və öz təsirin bədənə göstərib, bədən də saf qalıb, şadab qalıb. Digər tərəfdən də ruhun cavan qalması üçün insan tərk-i mühərrəmat, əncam-ı vacibat. Vacibləri icra eləmək və haramlardan çəkinmək. Haramlardan da çəkinməyin bədənə olan təsiri də əlhəmdülillah özünüz məndən gözəl bilirsiniz. İnsan əgər haramları tərk eləsə, içkini, şərabı, digər bir şeyləri tərk eləyəcək. Bunun da bədənə həm tibbi cəhətdən, həm dini cəhətdən sözsüz ki, təsirləri var. Halalı da icra eləyəcək ki, sözsüz ki, Allah, müdəbbir olan Allah düşünüb bu şeyləri bizə halal eləyib, haramı da haram eləyib. Haramı haram eləyib ki, zərərlərimizə görə zərərdən dəf olaq və zərər bizdən dəf ola və halalı da halal eləyib ki, faydalarla biz bəhrələnək. Təşəkkür edirik Alim bəy və bir daha vurğulamaq istərdim ki, bugünkü mövzumuzla bağlı qonağımız ilahiyyatçı Alim Mustafayev idi və bugünkü mövzumuzu bu sözlərlə sona çatdırmaq istərdim ki, gənclik bir ömür ağacına bənzəyir. Unutmayaq ki, oradan düşən hər yarpaq ömrümüzün bir hissəsidir. Sağ olun və Allaha əmanət olun.